İllər keçmişdi. Məkkə torpaqları çox dəyişmişdi. O boş və susuz səhradan əsər əlamət qalmamışdı. İsmail böyümüş, yaraşıqlı və güclü bir gənc olmuşdu. Artıq evlənmişdi. İsmail Rəbbinə inanır, ona ibadət edirdi. Bu müddət ərzində atası İbrahim tez-tez ona baş çəkmişdi. İsmailin yaşadığı torpaqda illər əvvəl Adəm peyğəmbər tərəfindən bünövrəsi qoyulmuş bir ev var idi. Bu evin adı Kəbə idi. Kəbə evi yerdən biraz hündürdə idi. Sel suları onun sağ və sol tərəfindən axırdı. Zaman keçdikcə ev uçub dağılmışdı. Bir gün İbrahimə Allahdan əmr gəldi ki, Kəbəni yenidən tiksin. Kəbə yer üzündə ilk ibadətgah olmalıydı. Bu işdə İbrahimin oğlu İsmail də ona kömək etməli idi. Ata və oğul Kəbənin tikintisinə başladılar. Gecə-gündüz çalışdılar. Birlikdə daş qırıb palçıq düzəldib divar hördülər. Ata və oğul iş görə-görə dua edirdilər. İsmail: Ey Rəbbimiz, zəhmətimizi boşa çıxarma. Bu əməlimizi bizdən qəbul et. Sən görürsən və eşidirsən. Bizi sənə iman gətirənlərdən et. deyirdi. İbrahim isə: Ey Rəbbim, Məkkəni əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə ibadət etməkdən qoru. Nəslimizdən onlara peyğəmbərlər göndər. Onların içərisindən sənə iman gətirən insanlar çıxar. Sənə inananlara bol ruzi ver. deyə dua edirdi. Allahın izni ilə Kəbənin tikintisi başa çatdı. Bu zaman Allah: Ey İbrahim, Kəbəni insanların ibadət yeri edin. Oranı ziyarətgah edərək dua edən insanlar üçün təmiz saxlayın. deyə əmr etdi. Yer üzünün dörd tərəfindən insanlar ibadət üçün Kəbəyə gəldilər. İbrahimin nəslindən neçə-neçə peyğəmbərlər doğuldu. İbrahimin oğlu İsmailin nəslindən Muhammed sallallahu aleyhi və səlləm doğuldu. İbrahimin digər oğlu İshaqın nəslindən Yaqub, Yusuf, Musa, Davud və Süleyman peyğəmbər dünyaya gəldi. İbrahimin və İsmailin Rəbbi onların duasını qəbul etdi.